Nərimanov rayon məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İntiqam Hacılının ad-soyad şərtidir burada. Cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda az bu barədə məlumat yayıb. Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o 6 ay müddətinə azadlığı məhdudlaşdırılması, yəni elektron qolbaq cəzasına məhkum edilib. İttihama görə hadisə 18 avqust 2024-cü il tarixdə saat 14:15-də paytaxtın Nərimanov rayonunda yerləşən təkər təmiri sexində qeydə alınıb. Belə ki, İntiqam Hacılı keçmiş bacanağı zərər çəkmiş Pənah Göyüşovun işlədiyi sexə gedib. O, eks-bacanağına arvadı ilə birgə ailə məsələlərinə qarışdıqlarını bildirib. Bu zaman onların arasında mübahisə yaranıb, sonra İntiqam dəmir parçası ilə Pənahı vuraraq ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın sol təpə nahiyəsinin əzilmiş, cırılmış yarası ilə nəticələnən sağlamlığa yüngül zərər vuran beyin xəsarətləri yetirib. Hadisədən sonra İntiqam Hacılı saxlanılıb, cinayət məsuliyyətinə cəlb edilib.